indi vəzifəsindən çıxarıldı yazılan, deyilən Ramiz Məmmədov Naxçıvan Ali Məhkəməsinin deputatıdır. O Vasif Talıbovun vaxtında Ali Məhkəmə sədrinin köməkçisi olub. 2024-cü ilin sentyabr ayında Ali Məhkəməsinin sədrinin vəzifəsini icra edən Anar İbrahimov onu tutduğu vəzifədən azad edib. Ondan sonra o Ali Məhkəməsinin deputatı seçilib. Deputatı seçiləndən sonra da Fuad Nəcəfli onun köməkçisi kimi işlədirdi. Elə Fuad Nəcəflinin qəbul otağında o otururdu. Deputat Bəli. Salat Kəməldən köməkçi funksiyasını icra edirdi. Bəli, deputat. Bu xalqın seçdiyi deputat. Xalqın seçdiyi deputat Fuad Nəcəflinin qəbul otağında otururdu. Bu Fuad Nəcəflinin səhvi idi. Bu birinci səhv deyil. Tək onun səhvi deyil, həm də o adamın özünün də səhvidir. Sənə əgər xalq etimad göstərib səni... Yəni Fuad Nəcəflinin də qanun eləyirdi ki, bunu da qanun eləyirdi. Bəlkə istəyirsən ki, Fuad Nəcəfliyə köməkçi kimi işləyəsən, işlə, heç nə demirik. Amma sən deputatlıqdan çıxmalıydın da. Deməli idin ki, mən... Təəccüblü gəldi sizə. İnanmadınız. Təəccüblü. Bu dövlət avtoritetinin... İnanmadınız. İnandım amma... Gəlin bu faktı qüvvətləndirək. Nə ilə? Əziz rejissor, hörmətli həmkarlarımız, rejissorumuz, mən bir səs yazısı təqdim edəcəm. Mən zamanında bu Ramiz Məmmədova elə Fuad Nəcəflinin qəbul otağında zəng eləmişəm. Deputat seçiləndən sonra danışmışam. O səsi biz təqdim eləyək. Yəni Fuad Nəcəfli vəzifədə olanda... Bəli, səsdə hər şey var. Baxaq, sonra danışaq. Siz məni bugün xeyli təəccübləndirdiniz. Buyurun. Salam aleyküm. Sabah. Fuad Nəcəflinin qəbul otağıdır bura. Bəli. Ramiz müəllim sizsiz? Bəli, mənim. Necəsiz? Sağ olsun. Ramiz müəllim siz Ali Məhkəməsinin deputatısınız. Orada niyə oturursunuz? Mətbuatdan narahat eləyir. Hə? Mətbuatdan narahat eləyir. Siz Ali Məhkəməsinin deputatı seçilmişsiniz. Siz qəbul otağında niyə oturursunuz? Gəlmişəm bir işim var ona görə. Orada yığılacaqdı, telefon cavab verir. Siz telefona cavab verirsiniz axı. Yox, indi telefon mənim başqa dərs gözləyirəm, ona görə cavab verir. Yox, alim bura Fuad Nəcəflinin prezidentin nümayəndəsinin qəbul otağıdır. Ali Məhkəmənin deputatı mətbuatdan Tural Səfərov narahat eləyir. Tural Bəli. Mən burada mənim işim var, çalışıb sənədlərimi götürüb tez sənədlərimi almağa. Ona görə telefon, orada yığılacaqdı, telefon cavab verir. Təsadüf nəticəsində oldu Ramiz müəllim. İndi biz sabah səhv olsaq siz cavab verməyəsiniz o telefona. Yox. Oldu, təşəkkür edirəm. Sağ olun. İşim var, cənnətli sənədlərimi alam, gedim ona görə. Aydındır Ramiz müəllim, aydındır. Oldu, təşəkkür edirəm. Sağ ol. Ramiz Məmmədovla mənim telefon danışığımı təqdim etdik. Azərbaycan mən xatırladım ki... Təşkil edilməz səs yazısıdır. Mən xatırladım ki, mən səhərsi günü yenə zəng etdim. Bir həftədən sonra yenə zəng etdim. Bir aydan sonra yenə zəng etdim. Elə Ramiz Məmmədov yenə o telefona cavab verdi. İndi Ramiz Məmmədov tutduğu vəzifədən azad olunmayıb. Sadəcə olaraq Prezidentin Naxçıvan Muxtar Respublikasındakı yeni səlahiyyətli nümayəndəsi qanunu icra edib. Gəlib onu orada görəndə deyib ki, sən burada nə gəzirsən? Sənin yerin Ali Məclisin binasıdır, Ali Məclisin deputatların oturduğu yerdir. Get sən deputatlığını elə, öz vəzifəni icra elə, sən burada nə işin var? Bunu bu cür təqdim etmək ki, ay səlahiyyətli nümayəndə nə bilim köməkçini azad elədi, hansısa köməkçi təyin elədi. Bu dezinformasiyaları yol vermək olmaz qətiyyən. Ona da fikir bildirəcəm. Sadəcə bax bu cür davranmaq dövlət avtoritetini ayaq altına atmaq deyir. Bəli. Yəni indi düzdür, mən kimlərsə çıxıb deyəcək, vəzifədən çıxıb arxasınca danışırsınız. Söhbət onda deyil. Belə şeylər olmamalıdır. Dövlətin hörməti ayaqlar altına atıla bilməz, avtoriteti ayaqlar altına atıla bilməz. Mən bayaq da deyirəm, bu sən deputat seçilmisənsə, deputat fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul ola bilməzsən. Və üstəlik də bu cür deputatı alçaldacaq fəaliyyətdir bu. Köməkçilik alçaqlıq deyil ha. Kimsə kiminsə köməkçisi ola bilər, əladır. Sadəcə deputat olaraq gedib kiminsə köməkçisi işləmək. Bu dövlət avtoritetini ayaq altına atmaq, alçaltmaqdır bu. Sən bu cür nə təfəkkürdür bu? Nə ağıldır bu? Səni xalq seçir. Deputatı kim seçir? Xalq seçir. Xalq sənə mandat verir ki, mənim adımdan get danış. Sən o xalqın mandatını almısan, gəlmirsən hansısa bir nümayəndəyə sən köməkçilik edirsən. Özü də qeyri-rəsmi.
Qeyri-rəsmi. Telefonda da oturmuşsan, telefona da cavab verirsən. Amma Deyir, pensiya sənədlərim belə deyil. Götürməyə. Mən burada kömək. Ora niyə dövlət sosial müdafiə fondu? Yəni adama sual verərlər ki, laf təsadüfən ora gəlmiş ola bilər. Sən niyə qaldırırsan telefonu? Telefona niyə cavab verirsən? Ya sonra da davam elədi o iş. Davam da eləyir. İndi yeni səlahiyyətli nümayəndə bunun qarşısını alır, qanunsuzluqları aradan qaldırır. Yəni adama deyib ki, çıx get işinlə məşğul ol. İşinlə məşğul ol. Burada başqa bir şey yoxdur. Əslində buna görə yeni nümayəndəyə bunlar təşəkkür eləməli ki, hörmət qoyub buna. Yəni hörmətə mindirib, sən bu alçalma burada. Get işinlə deputatsan, deputatlığınla məşğul ol.